Salam, hər vaxtınız xeyirli olsun. Kanalımızın əziz və dəyərli izləyiciləri. Söz verdiyimiz kimi 15 sual paylaşmışdıq. İndi isə 15-ini paylaşırıq. Yəni sabahki monitorinqə görə inşallah faydası olar, xeyri olar. Deməli 16-cı sualımız belədir ki, yəni əvvəl 15 sual paylaşmışdıq. İndi isə digər ardından paylaşırıq. Deməli 16-cı sualımız belədir ki, deyir kəsirlə verib 10-da 2 üzərinə 10-da 1. Deməli 10-da 2-nin üzərinə 10-da 1 gəlirəm kəsirdən. Olur neçə? Məxrəclər olduğu kimi qalır. Olur 10-da neçə? 10-da 2 üzərinə 1 gəlirəm 10-da 3. Oldu 10-da 3. Və 0-10-da 7 çıxılsın 0-10-da 5. 0-10-da 7-dən də 0-10-da 5 çıxanda nə edirəm? Baxın 0-10-da 7 çıxıram 0-10-da 5. Qalır 0-10-da 2. Oldu bu neçə? 0-10-da 2. 0-10-da 2 oldu. İndi nə deyir bizə? Bizə nə istəyirdi? Bizə deyirdi ki, hesablayın və müqayisə edin. Bu oldu 10-da 3. İndi biz bunu kəsirlə veribdir. Biz də bunu tamla yazmalıyıq. 10-da 3, yəni 0-10-da 3 formasında yazıram. Baxın 0-10-da 3 formasında yazdım. İndi müqayisə edəndə hansı böyükdür? 0-10-da 3 əlbəttə 0-10-da 2-dən böyükdür. Yəni birinci sualımızda A variantı. Neynədim? Deməli əvvəl hesabladım, sonra müqayisə etdim. Yəni bu kəsiri, baxın, qələmimizi dəyişirik. Yəni bu kəsiri hesabladım. Oldu neçə? 10-da 3 oldu. Və bu 10-da 3-ü də çevirdim nəyə? Tamam. Bu formada yazdım. Sonra isə digər kəsirimizdə 0-10-da 7, 0-10-da 5-dən çıxdı. Oldum 0-10-da 2-ni və müqayisə etdim. Deməli 0-10-da 3, 0-10-da 2-dən böyükdür. Növbəti sualımız belədir ki, hər birinin sahəsi 36 sm kvadrat olan 3 kvadratı yan-yana qoydular. Alınan düzbucaqlının perimetrini istəyir bizdən. Alınan düzbucaqlının perimetrini. Deməli, baxın, mən bir dənə, bunu düzəldək. Deməli, mənim bir dənə nəyim var? Baxın, kvadratım var, sahəsi 36-dır. Baxın. Kvadratın sahəsi 36-da həmən dəqiqə mən bilirəm ki, yəni bunun tərəfi 6-dır. Tərəfləri 6-dır. Niyə? Çünki eyni uzunluğa vuranda 36 eləyiblər. Deməli, bu 3 dənə eyni kvadratdır və hər birinin sahəsi 36-dırsa, deməli, digər kvadratda, baxın, eynən bunun kimidir. Yəni, 3 dənə kvadratı yan-yana qoydular. Bunların da tərəfləri 6, uzunluqlar 6, eni də 6-dır. Və indi bu düzbucaqlı formasında oldu. Görürük də, baxın, düzbucaqlı formasında oldu. Baxın, düzbucaqlı formasında oldu. İndi deyir, bu düzbucaqlının nəyini istəyir bizdən? Alınan düzbucaqlının perimetrini istəyir. Deməli, baxıram, bunun uzunluğu neçədir? 3 dənə 6 var. Deməli, uzunluğu oldu 18. Eni neçədir? Uzunluğu 18-dir, eni də 6-dır. Perimetrini tapanda nə edirəm? 18 üzərinə 6 gəlirəm. Olur neçə? 24. 24-də 2-yə vururam. Olur neçə? 48. Doğru variant C variantı. Yəni, hər bir kvadratın, belə deyim, sahəsi 36 idi. Bunları ayrı-ayrı tərəflərini tapdım və birləşdirib yan-yana düzdük. Uzunluğunu tapdıq, enini tapdıq və perimetrini hesabladıq. Növbəti sualımız belədir ki, 7 kiloqram almadan 3 litr meyvə şirəsi alınır. 15 litr meyvə şirəsi almaq üçün neçə kiloqram alma lazımdır? Deməli, nə edirəm? 7 kiloqrama 3 litr meyvə şirəsindən 15 litr almaq üçün. 15-i vururam nəyə? 15-i vurdum. 15-i vurdum 7-yə. Etdi neçə? 105. Və 105-i də bölürəm. 105-i də bölürəm 3-ə. Olur neçə? 105-i də 3-ə bölürəm. Olur 35. 35. Doğru variant 35. D variantı. Növbəti sualımız belədir ki, üzr istəyirəm. Növbəti sualımız diaqramdır. Diaqrama görə sualları cavablandırın. Baxın, diaqramda şagirdlərin sayı qeyd olunub. Sol tərəfdə şagirdlərin sayıdır. Aşağıda isə 1-ci, 2-ci, 3-cü, 4-cü, 5, 6-cı sinif qeyd olunub. 6 sinif qeyd olunub və sol tərəfdə şagirdlərin sayı qeyd olunub. Yəni, keçənki, belə deyim, monitorinq sualında diaqram açıq tipli düşmüşdü. Mənsə burada cavablarım, belə deyim, vermişəm, yəni variantla vermişəm. Bizim də açıq tipli suallarımız var, onlar ancaq başqa suallar olacaq. Diaqramı gördüksə, indi digər suallara baxırıq.
Deyir ki, ən çox, digər sualım belədir ki, baxın, yuxarı verirəm şəkili. Deyir, ən çox hansı sinifdə şagird var? Ən çox hansı sinifdə şagird var? Təzədən diaqrama baxırıq. Ən çox hansı sinifdə şagird var? Baxın, 5-ci sinifdə. Niyə? Baxın, 5-ci sinifdə neçə nəfər var? 40 nəfər var. 40 nəfər var. Yəni, burada 1-ci sinifdə 35 nəfər, 2-ci sinifdə 30 nəfər, 3-cü sinifdə 10 nəfər, 4-cü sinifdə 20 nəfər və 6-cı sinifdə 5 nəfər var. Diaqramda yəni elə qeyd olunubdur. Və 19-cu sualımızda deyir ki, ən çox hansı sinifdə şagird var? Deməli, bu hansı sinif oldu? Ən çox dedik 5-ci sinifdə. Doğru variant B variantı. Digər sualımız. Digər sualımız belə ki, bütün sinifdə cəmi neçə şagird var? Bütün sinifdə cəmi neçə şagird var deyərsə, baxın, diaqrama təzədən baxırıq. Bütün ümumi hamısını toplayırıq. Yəni, 40 üzərinə 35, üzərinə 30, üzərinə 25, üzərinə 20, üzərinə 15, üzərinə 10, üzərinə 5. Toplayırıq. Bu da eləyir neçə? Bunlar da cəmi eləyir 180. Da oturub bunu bir-bir hesablamırıq. Eləyir 180 şagird var. Bütün sinifdə 180 şagird var. Sonra növbəti sualımız belədir ki, diaqrama əsasən də bu suallar hər biri. Deyir ki, 2-ci sinifdə iştirak edən şagirdlərin sayı 6-cı sinifdə iştirak edən şagirdlərin sayından nə qədər çoxdur? 2-ci sinif baxıram. 2-ci sinifdə neçə şagird var? Baxın, qeyd olunub. 2-ci sinifdə 30 şagird var. 6-cı sinifdə neçə şagird var? 5 şagird. İndi 30-dan da çıxıram 5-in, eləyir neçə? 30-dan 5-in çıxıram, eləyir 25. Deməli, 25. Növbəti sualımız artıq diaqramdan bitdi. Növbəti sualımız yaş məsələsi ilə bağlıdır. Aqilin indi 40 yaşı var. Baxın, indi yazıram. İndi Aqilin neçə yaşı var? Baxın, Aqilin indi 40 yaşı var. 40 yaşı var. Aqilin 10 il əvvəl deyirsə, əvvəl yazıram. Baxın, yazıram. Aqilin 10 il əvvəl 30 yaşı var idi. 30 yaşı var idi. 30 yaş. 3 il sonra neçə yaşı var? İndi Aqilin 40 yaşı varsa, sonra 3 il sonra neçə yaşı olacaq Aqilin? 33. 3 il sonra neçə olacaq? 33 yaşı olacaq Aqilin. 33 yaşı olacaq. İndi deyir ki, Aqilin 10 il əvvəlki yaşı 3 il sonraki yaşından nə qədər çox olacaq? Aqilin 10 il əvvəlki yaşı elədi 30. 3 il sonraki yaşı olacaq, üzr istəyirəm. 30 yazmışam bura. 43 olacaq, 43. İndi 40 yaşı varsa, 3 il sonra olacaq, 43 yaşı olacaq. Aqilin indi deyir ki, 10 il əvvəlki yaşı. 10 il əvvəlki yaşı neçə etdi? 10 il əvvəlki yaşı etdi 30. 3 il sonraki yaşı olacaq 43. Nə qədər azdır? 43-dən çıxıram 30-un, eləyir 13. Doğru variant. Doğru variantımız heç deyəsən yoxdur burada. Deməli, suala bir də baxaq. Ola bilər biz nəsə burada səhvlik etdik. Deməli, bunu silək. Baxaq bir də suala. Deyir ki, Aqilin 40 yaşı var. Baxın, Aqilin yazıram indi. Baxın, indi yazıram. 40 yaşı var. 40 yaşı var. Əvvəl, 10 il əvvəl neçə yaşı var idi? 10 il əvvəl Aqilin 30 yaşı var idi. Deyir ki, 3 il sonra neçə yaşı olacaq? 3 il sonra 43 yaşı olacaq. 43 yaşı oldu. İndi deyir ki, Aqilin 10 il əvvəlki yaşı. 10 il əvvəl neçə yaşı var idi Aqilin? 10 il əvvəl tapdım. 30 yaşı var idi. 3 il sonraki yaşı neçə olacaq? 43 yaşı. İndi deyir ki, 10 il əvvəlki yaşı 3 il əvvəlki yaşından nə qədər azdır? 43-dən 30-un çıxıram, qalır 13. Yəni, burada 13 olmalı idi. B variantımızı götürək, 13. 13. Üzrlü sayın, indi səhvlik olub. Yəni, bunu yazan kimi heç düzəlişinə belə baxmadım. Dedim ki, paylaşım, birdən şagirdlər yatar. Ona görə səhvlik olur. 13 yaş. Növbəti sualımız. 4 kiloqram alma 32 manatdır. 80 manata neçə kiloqram alma almaq olar? Deməli, 4 kiloqram alma 32 manatdırsa, deməli, 32-ni bölürəm 4-ə, eləyir neçə? 32-ni 4-ə bölürəm, eləyir 8. Deməli, 8. İndi 80 manata neçə kiloqram almaq olar? 80-ni də bölürəm 8-ə. Neçə kiloqram almaq olar? 10 kiloqram. Doğru variant, A variantı. Növbəti sualımız. Növbəti sualımız tənlikdir. Deyir ki, tənliyində x-in 2 mislini. Misli vurma deməkdir. Birinci tənliyin həmişə yadınızda qalsın. Sağ tərəfini hesablayırıq. 100-ün üzərinə 20 gəlm. 120, 122-yə bölürəm 60. Deməli, tənlik necə oldu? X üstə 45 bərabərdir 60-a.
Baxın, x üzərinə 45 bərabərdir neçə? 60. X üzərinə 45 bərabər 60. İndi burada nə edirəm? X bərabərdir 60-dan 45-in çıxıram. X də bərabərdir 15. Cavab 15 deyil ha. Cavab 15 deyil. Baxın, cavabımızda 15 də var, amma 15 deyil. Bizdə deyil, x-in 2 mislini tapır. X-i neçə tapdım? 15. 15-in 2 misli nə deməkdir? 15-i 2-yə vururam. Eləyir neçə? 30. Doğru variant 30. D variantı. Növbəti sualımız belədir ki, deyir ki, 150 kiloqram meyvənin 5də 2 hissəsi satıldı. Həmən dəqiqə 150-nin 5də 2 hissəsini tapıram. Yəni, nə edirəm? 150-nin 5də 2 hissəsi. Yəni, 150-ni 5-ə bölüb 2-yə vururam. 150-ni 5-ə böləndə olur 10, onu 2-yə vururam. Olur neçə? 150-ni 5-ə böləndə daha düz, üzr istəyirəm. 30, 30-u 2-yə vururam, olur 60. Deməli, 60 kiloqram satıldı. Gəlin görək nə qədər meyvə qalır. 150-dən də çıxıram 60-ın. Niyə 60 çıxdım? Çünki 150-nin 5də 2-si satıldı. Yəni 150-nin 5də 2-sini tapdım, oldu 60. 150-dən 60-ını çıxıram, görüm nə qədər meyvə qalıb. 150-dən 60-ını çıxdım, qaldı neçə? 90. 90. İndi deyir, qalan meyvənin yarısını meyvə şirəsi üçün istifadə etdilər. Qalan meyvə nə qədər qaldı? 45 qaldı, 90 qaldı. Bunun yarısı nə qədər elədi? Deyir, yarısını meyvə şirəsinə verdilər. Qaldı 45. Deməli, yerdə nə qədər meyvə qaldı? 45 qaldı. 45-i getdi şiriyə, 45-i qaldı. İndi neçə kiloqram meyvə qaldı? 45. Doğru variant B variantı. Növbəti sualımız başladı açıq tipli suallarımızdır. Yəni, bunlar hesablamadır. Burada birinci hesablayanda nəyi hesablayırıq? Ən birinci bilirik ki, baxın, üzərinə 1 yazın bəlkə, ya belə tutum. Birinci mötərizəni hesablayıram. İkinci bölmə və yaxud vurma, fərqi yoxdur. Sonra digərlərin, yəni toplama çıxma. Bunu sizlər yazarsınız. Növbəti sualımız belədir ki, deyir ki, Akif soldan sağa 5-ci, Arif soldan sağa 2-cidir. Baxın, Akif soldan sağa 5-ci. Baxın, 1, 2, 3, 4, 5. Bu Akifdir, 5-ci. Arif sağdan sola 2-cidir. 1, 2 Arifdir. İndi Akiflə Arifin arasında 3 nəfər varsa, 1, 2, 3 nəfər varsa, deyir ki, sırada neçə şagird var? Sayıram. Sırada neçə nəfər oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 nəfər. Cavabımız nə oldu? Cavabımız oldu. Bir dənə yazaq cavabımızı. 10. Növbəti sualımız. Deyir ki, 12 saat 45 dəqiqə, üzərinə 3 saat 15 dəqiqə, çıxılsın 2 saat. Bunu nə edirəm? Deməli, yazıram. 12, 45, baxın. 12 saat 45 dəqiqə, yəni 12, 45-in üzərinə 3 saat. Bir dənə bunu yaxşı yazaq buradan. Deməli, 12, 45, baxın. 10, 12, 45. Üzərinə gəlirəm 3 saat 15 dəqiqə. Üzərinə gəlirəm 3 saat 15 dəqiqə. 15 dəqiqə. Üzürlü sayın xəttə görə. Yəni bunu dəfələrlə demişəm. Yəni əlimizdən yazırıq deyənə biraz xəttimiz yaxşı düşmür. 12 saat 12:45 üzərinə 3:15 gəlirəm. Bu eləyir 60. Bu da eləyir 15. 15 60-dır. 15-60. Biz də bu 60-ın 1 saatdır. 1 saat 60 dəqiqədir. Bu 60-ın 1 saatını veririk bura. Olur 16 neçə? 16:00. Neçə oldu? Deməli saatım oldu neçə? Ümumi silirəm. Olur 16:00. Baxın yazıram buradan. 16:00. Çıxdım oldu 16:00. 16:00-dan da çıxıram nə? 2 saatın. Saat buraydı. 2 saatın çıxıram olur 14:00. Növbəti sualımız 29-cu sualımız belədir ki, deyir ki 75 kiloqram üzərində 5 qram çıxılsın 50 qram bərabər neçə qram istəyir? 78 daha düzdür. 78 kiloqramı qrama çevirirəm. 1 kiloqram 1000 qramdırsa olur 78.000. Deməli bu oldu neçə? 78.000. 78.000 üzərində 5 gəlirəm. Üzərinə baxın 5 gəlirəm. 5 gəlirəm və bundan da çıxıram 50-ni. Bunu da sizlər yazarsınız. Digər sualımız 12 milyard 12 milyon 12.012 ədədini deyir rəqəmlə göstərin. Baxın 12 milyard. Biz əvvəlki videolarımızda qeyd etmişdik. Bir də qeyd edirəm sizlər üçün.
Əgər bizə belə bir ədədlər verərsə, bu ədədləri bir-bir yazıb sonra toplayırıq. Baxın, 12 milyard deyir. 12 milyard. 12 yazıram. Milyardda neçə sıfır var? Milyardda 9 sıfır var. 3, 4, 5, 6, 7, 8. Deyəsən, buraya yerləşdirmədik. Hə, deyəsən, buraya yerləşmədik. Üzürlü sayın. Ona görə buradan yazaq yaxşıca. Baxın, geniş yerimiz var onsuz da. 12 milyard. 12 yazıram. Milyardda 9 sıfır var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 sıfır. Yazdım. Üzərinə gəlirəm nəyi? Nə deyirsə hamısın. 12 milyar üzərinə 12 milyon. Milyonda neçə sıfır var? Milyonda 6 sıfır var. Yəni 6 dənə də sıfır buraya yazıram. 3, 4, 5, 6 dənə sıfır. 12 milyon. Burada yazdım 12 milyon. Üzərinə gəlsin 12 min. 12 min. Mində də neçə sıfır var? Mində də 3 sıfır var. Burada yazdım 3 və üzərinə də 12 gəldim. Yəni bir-bir ədədləri yazıram və üzərinə yenə 12 min 12 deyir. Üzərinə də yenə gəlirəm 12 gəlirəm. Və bunları başlayıram toplamağa. Alınan cavab mənim ədədim edəcək. Bugünlük izahatımız bu qədər. İnşallah sizin sabah monitorinqinizə faydası olar. Hər birinizə uğurlar arzulayıram. Sağ olun, salamat qalın.